öz qəlbini Allah üçün açmayıb, yolunu bilməyib, bunu tapa bilməyib. O qədər olub ki, bəzi əzizlərimiz olub, onlar heç ibadət əhli olmayıblar. Onlar üçün danışanda, bu cür mənəvi söhbətlər edəndə, məxsusən Əli əleyhissalamın o hədisi ki var, deyir, insan gərək fikirləşsin. Hardan gəlib, hardadır və hara gedəcək. Bunu bir neçə nəfər ki, dünya əhli olub, çoxlu imkanı, varı dövləti olub, danışmışam, bu barədə fikirləşib dindar olub. Bir nəfər bu barədə məntiqlə, ağılla düşünsə, fikirləşsə, tapacaq həqiqəti, yetişəcək həqiqətə. Allah Teala özü buyurur, Ələ bi zikrillah tətməinnəl qulub. Agah olun, diqqətli olun. Qəlblər yalnız Allahı zikr eləməklə aramlıq tapır. Qəlbinin aram olmağını istəyirsənsə Allahı tap, Allaha tərəf get, Allahla ol, Allaha doğru get. Bu sənin qəlbi və aramlıq gətirər. Bu sənin qəlbi aram eləyər. Allah Teala bunu bizə bir dəstur kimi, bir göstəriş kimi Qur'an-ı Kərimdə buyurur. Hər şeylə məşğul oluruq, insan hər şeyə vaxt ayırır, hər işin dalıyca gedir, hər tərəfə qaçır. Amma özünü unudur. Özünü yaddan çıxarır. Bəzən də insan çaşır. Elə bilir ki, öz deyəndə gedib istirahət eləməkliklər, nə bilim, gözəl yerlərə getmək, gözəl maşın almaq, gözəl evdə yaşamaq. Elə tək öz budur. Elə bilir ki, öz deyəndə budur. Ki Allah buyurur, özünüzü unutmayın. Bəli, bunlar lazımdır, istirahət lazımdır, işləmək lazımdır, ev lazımdır, maşın lazımdır. Mən demirəm lazım deyil, lazımdır. Amma mənəviyyatına da yetişməlisən. Biz iki cəhətdən ki təşkil olunmuşuq, ruh və cisim. Biz gecə-gündüz ruhumuzun xidmətindəyik, cismimiz, özür istəyirəm, gecə-gündüz cismimizin xidmətindəyik, ruhumuzu unutmuşuq. Allah eləsin də əvvəl dediyim kimi olsun, gecə-gündüz ruhumuzun xidmətində olaq. Çünki ruh aram olsa, cisim də aramdır. Ruhumuz aramlığa yetişsə, cismimiz də aramdır. Ayətullah Bəhcətə buyururlar ki, ağa, necə mümkündür ki, sən bu qədər ibadət edirsən, bu qoca yaşında gəlib xanım Məsuməni ziyarət eləyəndə Cami-i Kəbirə oxuyursan, ayaq üstə qalan formada oxuyursan, necə bunu bacarırsan? O buyururdu ki, insanın ruhu güclənsə, cismin ona gücü çatmaz. Ruh əgər güclü olsa, ruhun güclü olmağı ilə insan qüvvətli və güclü olar. Biz də bunu fikirləşməliyik. Ruhumuzu gücləndirməliyik. Peyğəmbər Salavatullahın zamanında baş verən bir hadisədir. Buyururlar, bir qoca arvad var idi, səhrada yol gedirdi. Gördü ki, bir it susuzlayıb. Bu qadın, o vaxtı o çarıq deyərdilər, öz çarığında su tökdü, verdi itə ki, it içsin. İt suyu içdi. Peyğəmbər bu xanım barədə bir hədis buyurdu. Nə buyurdu? Buyurdu, fəğəfərallahu ləhə bisəqyil kəlb. Deyir, Allah Taala onu bağışladı. Niyə? O itə etdiyi yaxşılığa görə, itə verdiyi suya görə Allah onun günahlarını bağışladı. Baxın, heyvana qarşı bu qədər rəhm edirik, Allah bizi bağışlayırsa, bir-birimizə qarşı rəhm eləsək Allah neyniyər? Bugün bizim cəmiyyətimizin problemi nədir? Bugün bizim aktual mövzu nədir? İnsanlar bir-birini unudub. İnsanlar bir-birini düşünmür. Hərə özün fikirləşir, hərə özün düşünür. Ona görə də qıtlıqdır. Hədislərdə var. İnsan özünü düşünsə, digərlərini unutsa, Allah ruzi bərəkəti çəkər aralarından. Və bugünkü zamanəmiz kimi olar. Çörəyin dalıyca qaçırıq, ruzinin dalıyca qaçırıq. Gecə-gündüz işləyirik, ortalıqda bir şey yoxdur. Niyə? Çünki bir-birimizə rəhm etmirik, Allah Taala da bizi cəzalandırır. Allah da bizə cəza verir. Gedin, çalışın, qaçın. Gərək insan bir-birinə rəhimli olsun. Ramazan ayı bizə rəhimli olmağı öyrədir, mərhəmətli olmağı öyrədir. Ramazan ayı bizə öyrədir ki, bir-birinizin halına yanın.
Bugün Fələstində uşaq acdır, sıxıntısı, narahatçılığı var, nə bilim dünyanın hər yerində. Onu fikirləş, ən azından dua elə ona. Ən azından dualarında onu düşün. Belə olsan Allah sənə rəhm edəcək. Ramazan ayı ac qalmaqla istəyir bizə öyrətsin ki, ac olanları başa düş. Sən ki toxsan, yeyirsən, Ramazan ayında oruç tut. Gör oruç tutmayıb ac olanların vəziyyəti necədir? Sən tək Ramazan ayında oruç tutursan və yemək yemirsən, aclığın, susuzluğun var. Bəziləri var ki, bir ömür belə yaşayırlar. Gör nə çətinlikdədirlər. Onları düşün, onları fikirləş, onların halına yan. Bir alim deyir, mən bir dəfə dua edirdim. Dualarım qəbul olmurdu. Bir dəfə, iki dəfə, üç dəfə. Dedim, ilahi, özün buyurmusan, ud'uni əstəcib ləkum. Çağırın məni, mən də sizə cavab verim. Axı, mən çağırıram, niyə cavab vermirsən? Sonra öz-özünə deyir, mənə ilham oldu ki, o ki mən dua eləyirəm, o ki mən Allahdan istəyirəm, bu özü Allahın mənə verdiyi bir icazədir. Allah mənə icazə verməsə, mən dua eləyə bilmərəm. Baxın əzizlər, siz oruç tutursunuz, namaz qılırsınız. Bu Allahın sizə icazəsidir. O qədər insanlar var ki, onlara qismət olmur oruç tutmaq, namaz qılmaq, ibadət etmək, Allaha qarşı gözəl ibadətlər. Bu sizin Allah tərəfindən olan bir nemətinizdir. Qədrini bilin. İnsan gərək bu barədə fikirləşsin, düşünsün və Allaha şükr eləsin. Bəzən də o dua əgər qəbul olunsa, bəzi bəlalar başımıza gələr ki, özümüz də bilmirik. Quran ayəsidir də buyurur ki, insanların çoxu axirətdə o dualar ki eləmişdilər, onların nəticəsini onlara göstərəcəklər. Deyirlər, ilahi, çox şükür ki, o dua ki eləmişdim, o dua qəbul olmadı. O dua ki istəmişdim, nə yaxşı qəbul olmadı. Mən hələ gecə-gündüz deyirdim, ilahi o duamı qəbul elə. İndi başa düşürəm ki, yaxşı ki qəbul olmayıb. Biz elə bilirik yaxşıdır. Bəzən yaxşı bildiyimiz bizim üçün zərərli və ziyanlıdır. Ramazan ayı həm də bizə bir-birimizə rəhm etməyi öyrədir, bir-birimizə dua etməyi öyrədir, bir-birimizi başa düşməyi öyrədir. Ramazan ayı bizi sanki enerji verir. Zaryatkamız ki qutarır. Ramazan ayı bu zaryatkadır. Baxarsan telefonun zaryətkası qutaranı tez zaryətka qoyursan, niyə? Sönməsin. Bax, Ramazan ayıdır, digər münasibətlərdir, namazlarımızdır, ibadət və itaətlərimizdir. Bunlar hamısı sanki bizə enerji verir, zaryatka verir. Baxın, əgər biz Ramazan ayından istifadə ediriksə, özümüzü enerji ilə doldururuq. İnsan da elə o təsəvvür etdiyiniz telefon kimidir. Günahla qəsavət bağlayır qəlbi, o qədər günah edir. Qabağını almasa, qabağında dayanmasa, gedir zəlalətə düşür. Bu Ramazan ayı və bunun kimi günlər, bunun kimi Allahın lütfləri bizim qəlbimizi dirildir. Günahla ölmüş qəlbimizi suluyur, dirildir, dirçəldir. Ona görə Ramazan ayı bizə onu öyrədir ki, biz gərək qəlbimizi dirildək, Allaha yetişək, Allaha dua eləyək. Biz də Ramazan ayında özümüzü ibadətimizlə, itaətimizlə o ölmüş qəlbimizi dirildirik. Və Ramazan ayında bunu da deyim əzizlər, bəziləri deyir ki, o qədər günah eləmişik, o qədər pis işlər görmüşük, Allah da bağışlamaz, bizdən keçdi. Bəzən bunu biraz yaşlanan adamlarda adam eşidir. Deyir, da məndə keçdi, məndə daha ibadətin vaxtı keçdi. Bu şeytanın vəsvəsəsidir. Bunu şeytan sizə bildirir əzizlər. Şeytanı özünüzə yaxın buraxmayın. Düzdür, bu ayda şeytanın əli qolu bağlıdır, amma bəzən biz o qədər pis işlər görmüşük, şeytanı oturtmuşuq öz qəlbimizdə. Nəfsimiz olub özü bir şeytan. O qədər əməllərimiz pisdir, işlərimiz pisdir, nəfsimizi korlamışıq və gəlib özü başımıza bir bəla olub. Və özü biz üçün bir problem yaradıb. Ona görə Ramazan ayından istifadə edin, naumid olmayın. Naumid şeytan tərəfindəndir. Allah Teala da Qur'an-ı Kərimdə buyurur ki, Əuzu billahi minəşşeytanirracim,
Qul ya ibadiyellezine esrafu ala enfusihim. O insanlar ki, o bəndələr ki, öz nəfslərinə, özlərinə israf ediblər, özlərini zay ediblər, la taqnatu min rahmetillah. Onlara de, Allahın rəhmətindən naumid olmasınlar. Allahın daimi onlara rəhməti var. Allahın rəhməti onlara şamil olur. Bir gün İmam Baqir əleyhissalamın huzuruna biri gəldi, dedi, ağa, o qədər günah eləmişəm. Day naumid olmuşam, Allah bağışlamaz məni. Görün imam nə buyurdu? İmam buyurdu ki, sənin anan səni çağırsa gedərsən? Dedi, bəli. Dedi, Allah səni Ramazan ayında çağırır, sənə nida edir. Get, Allah bağışlayandır. Ramazan ayı peşman olanların ayıdır. Hamımızda bir səhv var. Hamımız bir günah eləmişik. Bu ay o səhvləri düzəltmək üçün bir fürsət ayıdır. Bu ay Allaha doğru getmək üçün ən gözəl fürsətdir. Ən gözəl bir şəraitdir ki, Allah bizim üçün yaradıb. Bu ay Allahı xatırlamaq, Allaha qayıtmaq istəyənlərin ayıdır. İmam Səccad əleyhissalam görür bir nəfər içki içib. Həzrət onu uzaqdan görəndə, o da həzrəti görür. Görəndə başlayır qaçmağa, uzaqlaşmağa. Həzrət də gedir ona tərəf, özün çatdırır ona, əlin qoyur çiyninə, dedi, hara qaçırsan? Dedi ki, istəmirəm məni bu halda görəsən. İçki içmişəm, utanıram, istəmirəm məni belə bir halda görəsən. Həzrət onu qucaqladı, bağrına bastı. Dedi, elə biz gəlmişik, biz imamlar göndərmişik ki, sizlərin hidayətinə səbəb olaq. Siz bizdən qaçmayın, bəlkə bizə tərəf gəlməlisiniz ki, biz sizi hidayət edək. Biz sizlə Allah arasında bir vasitəyik. O vasitəni özünüzdən qırmayın. Bizə tərəf gəlin. Biz də bugün imam zamanımıza tərəf getməliyik. Həzrətə tərəf addımlayalım. Ramazan ayıdır. Ramazan ayımızda hər bir halımızda, hər bir anımızda imam zamanımızı unutmayaq. Daim Həzrətə dua edək. Bu ayda belə dua eləyək. Deyək ki, ilahi, bu ayı bizim üçün tək aclıq ayı etmə. Tək ac qalmaq qayılmasın bizə bu aydan. Qəlbimizin oyanış ayı qərar ver. Bu ayda bir iş gör, bu qəsavət bağlamış qəlb oyansın, dirçəlsin. Bizi səndən uzaqlaşdıran hər şeydən uzaqlaşdır. Allah, ilahi və Rəbbi, o şeylər ki, məni səndən uzaqlaşdırır, onları məndən uzaq elə. O ilin qutarmağında, təzə ilin başlanmağında oxuyuruq. Allahumma qayyir halana ilə əhsənil hal. İlahi, mənim halımı, mənim bu pis olan halımı ən gözəl haldan dəyiş. Allaha and verir izzət və cəlalına. Allah Teala bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın. Bu əzəmətli aya xatir bizi öz dostlarından qərar versin. Dostlarına, salih bəndələrinə əta etdiklərindən biz günahkarlara da əta eləsin. Siz əzizlərimə daim duaçıyam. Sizlərin də dualarınıza ehtiyacımız var. Sizlərə Allaha tapşırıram. Sağ olun. Allaha əmanında. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh.